qoşular. Sonra aktual məsələlərdən biri qarşımıza çıxacaq Azərbaycanın peykləri, xüsusilə belə deyək, son illərdə göndərilən kosmosa peyklər, onların xüsusiyyəti, onların mahiyyəti. Sonra Azərbaycanda xüsusilə müstəqillik və onun motivi, xüsusilə 88-92-ci il proseslərinə baxış olacaq. Azərbaycanda uşaq ədəbiyyatı, Azərbaycan musiqisi, Azərbaycan muğamları, sonra Azərbaycanda opera sənəti ilə bağlı suallar düşür. Azərbaycanın etnik siyasi tərkibi məsələsi, Azərbaycanın tarixi memarlıq abidələri, ən həssas suallardan biridir yoldaşlar, tarixi memarlıq abidələri bir neçə abidənin şəklini verirlər və bunların adlarını uyğunlaşdırıb yazmaq tələb olunur. Təbii ki, bu materialların hamısını mən sizə dərsi keçəndə hamısını bir-bir yəni göndərəcəm PDF formatında və o şəkillərlə birlikdə siz onları öyrənəsiniz. Sonra Azərbaycan dövlətinin və yaxud Azərbaycanlıların birinci və ikinci dünya müharibəsində iştirakı, xüsusilə burada birinci dünya müharibəsi və ikinci dünya müharibəsində iştirak edən Sovet milli qəhrəmanı adını almış Azərbaycanlıların hansı fəaliyyətinə görə bu adları alması, İkinci dünya müharibəsində iştirak edən Azərbaycan diviziyaları, onların adları uyğunlaşdırmaqla, yəni Qarlovka, digərləri, Simferopol, Taganrog və bu diviziyalar onlara nəyə görə bu adlar verilib, o məsələlər, aktual məsələlər olacaqdır. Sonra nə məsələyə deyək, Azərbaycanda belə deyək, araşdırma aparan əcnəbilər məsələsi aktual olacaqdır. Azərbaycanda son illərdə keçirilən Formula 1 yarışları, yəqin ki, hamınız bu yarışların ölkəmizdə keçirilməsindən bağlı məlumatlısınız, onun xüsusiyyətlərindən bağlı məlumatlısınız, yenə qarşımıza çıxacaqdır. Sonra Azərbaycanda Xarı Bülbül Festivalı, Qəbələ Musiqi Festivalı, sonra Azərbaycan və Türk soy əlaqələri, Azərbaycanda İslam həmrəylik oyunları, Azərbaycanda keçirilən Avropa oyunları və onun nəticələri və ya orada qazanılan medallarla bağlı bizim qarşımıza suallar çıxa bilər. İnanın, mövzu o qədər genişdir ki, yəni danışmaqla bitmək olmaz. Azərbaycan faydalı qazıntıları özünüz bilirsiniz ki, dəhşətli bir şeydir, faydalı qazıntılar məsələsi. Bax, bu məsələlərlə bağlı prosesləri biz Azərbaycan üzrə sual qrupunda öyrənəcəyik. Yəni, təkcə elə Azərbaycanın üzrə dünya görüşünə baxdıqda kifayət qədər mövzumuzun məlumatın olduğunu görə bilirik. Sonra artıq gələcəyik biz dünya bloku. Dünya bloku üzrə artıq proseslər indi təsəvvür ki, dünya üzrə daha geniş informasiya var. Təbii ki, dünya tarixi, dünyada yaranan tarixi dövlətlərə qısa baxış eləyəcəyik. Onların yaranması və dağılmasının səbəbləri və onun nəticələri, müasir dünya anlayışı, beynəlxalq münasibətlər sistemi, birinci və ikinci dünya müharibələri və onun tarixi nəticələri və orada keçirilən konferansların son nəticələri, belə deyək, bugünkü günümüzə və sonraki tarixi proseslərə təsiri məsələsi. Dünya üzrə İpək yolu məsələsi, İpək yolunun nəticəsi, hansı ölkələrdən keçməsindən bağlı suallar düşür. Dünya üzrə, belə deyək, turizm mərkəzləri, sonra yadıma düşmüşkən deyim, soyuq müharibə məsələsi ən vacib məsələdir, beynəlxalq münasibətlər məsələsi, beynəlxalq təşkilatlar, sonra qlobal siyasi proseslər. Qlobal siyasi proseslər demək olar ki, gündəlik həyatımızda həyəcanla izlədiyimiz xəbərlər bu dəqiqə dünyanın, yəni mən sizə deyim ki, yoldaşlar, İkinci Dünya müharibəsindən bu günə dünya tarixinin ən qaynar dövrünü yaşayırıq. Yəni, tək bu gün yox, artıq son 2 ildir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra dünyada gedən proseslər və soyuq müharibənin birbaşa isti müharibəyə çevrilməsi və 3-cü dünya müharibəsinə hazırlıq və bu hazırlığın beynəlxalq münasibətlər sistemində necə yansıması məsələsini mən sizə izah edəcəm. Belə deyim, bir politolog kimi deyə bilərəm ki, o sahədə kifayət qədər sizə maraqlı fikir mübadiləsi aparacağıq. Çünki həqiqətən çox qaynar proseslər gedir. Sonra dünyada gedən proseslərin xronologiyası, dünya ədəbiyyatı, dünya mədəniyyəti, dünya incəsənəti, dünyada olan coğrafi kəşflər,
Oscar mükafatları, Nobel mükafatları, nə bilim, dünyada olan yazıçılar, dünya memarlığı, nə deyim sizə, dünya xalqları, xüsusilə Slavyan xalqları, German xalqları və Türk xalqlarının köçü məsələsi, onların yerləşməsi, adi elementar aşağıda Qərb Slavyanları, Şərq Slavyanları, bunlarla bağlı düşən suallar məsələsi var. Dünyada miqrant problemi, dünyada qaçqın problemi, dünya liderləri və liderlərin özəl xüsusiyyətləri, dünya üzrə deyək ki, günəş enerjisi, dünyada dövlət dilləri məsələsi, dünya təhsil sistemi, dünya universitetləri, dünya ilə bağlı da kifayət qədər proseslər var ki, biz buna münasibət bildirəcəyik. O cümlədən üçüncü sahəmiz bizim olacaqdır hüquq və iqtisadiyyat sahəsi. Hüquq və iqtisadiyyat sahəsi adından görüldüyü kimi ən başında gəlir nə? Konstitusiya və konstitusiyanın şərhi. Azərbaycan Respublikasının normativ hüquq aktları, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi aktlar, bəyannamələr, dünya hüquq sistemi və dünya belə deyək, qanunvericilik sistemini tənzimləyən normalara qısa baxış keçirəcəyik. Yəni belə deyək, beynəlxalq hüququn prinsiplərinə bir müraciət edəcəyik. O sahəyə bir səfər edəcəyik inşallah, başvuru edəcəyik. Sonra dünya üzrə transmilli şirkətlər və bu şirkətlərin beynəlxalq iqtisadi ticarətdə rolu. Demək olar ki, son 4 müsabiqənin 4-ündə də müsabiqənin əsas mərhələsində transmilli şirkətlər, yəni müəyyən bir dünyaca məşhur şirkətlər haqqında məlumatlar düşür və onların beynəlxalq bazarda rolu ilə bağlı fəaliyyət düşür. Məsələn, şirkətin adını yazıb tutalım Amazon, fəaliyyəti nədən ibarətdir? 4-5 bəndi sadalayır, onun arasında onun fəaliyyət istiqamətini biz seçmiş oluruq. Sonra bizdə Azərbaycan iqtisadiyyatı və iqtisadiyyatımızda baş verən hadisələr. Təbii ki, Azərbaycan iqtisadiyyatı böyük bir sahədir. Yəni, iqtisadiyyat anlayışı böyük bir sahədir. Sizinlə o sahəyə baxacağıq. Çünki burada devalvasiya anlayışı nədir, revalvasiya anlayışı nədir, inflyasiya anlayışı nədir, tələb nədir, təklif nədir, büdcə kəsiri nədir, UDM nədir, ümumiyyətlə dövlət büdcəsi nədir, o hansı mənbələrdən formalaşır. Təbii ki, bunu izah edərkən Azərbaycanın dövlət büdcəsi haqqında qanunvericiliyin motivlərinə də müraciət edəcəyik. Fiskal siyasət nədir, monetar siyasət nədir, kapitalın ixracı nədir, idxalı nədir, sığorta sistemi anlayışı nədir, əlavə dəyər vergisi nədir? Yəni, bunlarla bağlı fikir mübadiləsi aparacağıq. Sonra Azərbaycanda vergi və vergi tutma nədir, vergidən yayma anlayışı nədir, minimum əmək haqqı nədir, adam başına düşən əmək haqqı nədir? Bütün bunlarla bağlı fikir mübadiləsi sizlə təbii ki, aparacağıq. Həmçinin iqtisadi analizlər bölməsində düşən son dövrlərin suallarından biri dünya üzrə elektromobil istehsalı və elektromobillik sahəsində qabaqcıl şirkətlər məsələsi artıq yeni dünya üzərində aktuallaşan suallarındandır. Sonra sosial dövlət modeli anlayışı nədir? Onunla bağlı fikir mübadiləsi aparacağıq. Sonra dövlət idarəçiliyi, dövlətin iqtisadi idarəçiliyi, dövlətin ictimai siyasəti, davamlı inkişaf anlayışı, sosial rifah anlayışı, bütün belə deyək, ümumi baza iqtisadiyyatı anlayışına sizinlə birlikdə biz müraciət edəcəyik. Çünki baxacağımız mövzu, yanaşacağımız sahə olduqca geniş bir sahədir və inanıram ki, içinizdə kifayət qədər iqtisadçı var, iqtisadiyyatı qutaran yoldaşlar var, həmkarlar var. Təbii ki, onlar iqtisadiyyatı daha dərindən bilir. Onlar üçün də bir təkrar olacaqdır həmçinin və ya siz də bildiklərinizi qarşılıqlı fikir mübadiləsi zamanı digər həmkarlarla bölüşəcəksiniz. Çünki təbii ki, bizə qoşulan həmkarların heç də hamısı iqtisadiyyat sahədən məlumatlı deyil. Amma içinizdə iqtisadiyyatdan məlumatlı olan yoldaşlar bu sahədə öz fikirlərini də söyləyə biləcəklər, ona şərait yaradıyıq. Amma mən iqtisadiyyatla bağlı anlayışların demək olar ki, böyük əksəriyyətinin hamısının motivini izah edəcəm və onları nümunə ilə verməyə çalışacağım ki,
suallar düşəndə qeyri-ixtisas sahəsi olan yoldaşlar da bu sualları içində ən azı analiz edib nəticə çıxara bilsinlər. Gəldik nəhayət dördüncü sahə. Bu da ən böyük sahə və yeni və müasir sahədir. Açığı deyim, əksəriyyət bu sahədən qaçır, amma biz istəsək də istəməsək də artıq həyatımız bu sahənin içindədir. Söhbət nədən gedir? Söhbət müasir trendlər məsələsidir. Müasir trendlər artıq həyatımıza o qədər daxil olub ki, biz bu sürətə çata bilmirik. Çünki həddən çox sürətli bir inkişaf gedir. Mövzunun əvvəlində və ortasında müharibələrdən danışdıq. Qan qaraldıcı prosesləri dedik. Birinci, ikinci Dünya müharibəsi və üçüncü Dünya müharibəsinə hazırıq. Dünyada hər şey təzadlıdır. O sahələrdən danışdığımız kimi müasir inkişaf sahəsindən də fikir mübadiləsi aparmağımız qaçılmazdır. Dünya inkişaf edir. Biz istəsək də, istəməsək də dünyada yeni bir istiqamət başlayır. Burada sahələr üzrə biz burada nə ilə rastlaşacağıq? Bizim rastlaşacağımız əsas sahələrdən biri olacaq rəqəmsallaşma və rəqəmsallaşmanın nəticəsi. İnnovasiya. Həyatımıza innovasiyanın daxil olması və innovasiyanın, belə deyək, nəticəsi. Qlobal iqtisadi trendlər anlayışı biz üçün aktual mövzudur, bu sahəyə gələcək. Süni intellekt. Süni intellekt demək olar ki, artıq 2025-ci ili başa vurub 26-ya keçdik və mən belə analiz edirik ki, 2030-cu illərə qədər süni intellekt artıq dünyanı tamamilə zəbt eləmiş olacaqdır. Və həqiqətən bu sahə insanın nəzarətində mi olacaq? Təəssüflər olsun ki, yox. Bu insan artıq dünyaya ziyan vermək istəyən güclərin əlindən bu sahə keçəcəkdir və süni intellektin inkişafının çox ağır nəticələrini biz gələcəkdə görmüş olacağıq. Məsələlərdən mikrofonu keçirin yoldaşlar, zəhmət olmaz. Vacib məsələlərdən biri də qlobal təhlükəsizlik. Qlobal təhlükəsizlik məsələsi nədir? Qlobal təhlükəsizlik mən bir dənə baxın, görüm yoldaşlardan kimi mikrofonu açıqdır. Siz görə bilirsinizsə daha yaxşı. Həsən, zəhmət olmasa Həsən qardaş, mikrofonu keçirin. Zəhmət olmasa Həsən qardaş, keçirin, səsdən eşitmək olur. Deməli, bu sahədə tanış olacağımız sahələrdən biri dünya üzrə 4G, 5G texnologiyası. Texnologiyanın müsbət və Həsən qardaş, zəhmət olmasa keçirin mikrofonu. Dünya üzrə 4G, 5G texnologiyası, onun müsbət və mənfi cəhətləri, bu texnologiyaların çatışmayan xüsusiyyətləri, dünya üzrə yaşıl enerji anlayışı, yaşıl enerjiyə ən çox müraciət edən dövlətlər və onun tətbiq olunduğu sahələr. Bax, çox vacib düşən sahələrdən biri Dunning-Kruger effekti anlayışı nədir? Bunun nəticələri, xüsusiyyətlərini sadalayın deyirlər. Sonra dünya şirkətlərindən Acer, HP, Lenovo, Dell, Toshiba, digər şirkətlər və onların qlobal bazardakı fəaliyyətləri barədə deyək ki, fikir düşür. Sosial şəbəkələr, tutalım Wikipedia, Lidir, Telegram, nə bilim, sosial şəbəkələr və onun insan həyatında rolu. Dünya üzrə terminlər. Məsəl üçün, keçən dəfə düşən suallardan biri bu idi ki, Metaverse nədir? Metaverse termini. Halbuki artıq biz terminləri bilməliyik ki, müasir trend olan terminləri bilməliyik ki, avtomatik ona münasibət bildirək. Süni intellektin xüsusiyyətləri. Məsəl üçün, düşən suallardan biri Səsi bağlayın da, Həsən. Həsən qardaş. Ay Həsən qardaş, sən bizə qulaq asırsan yoxsa yox bilmirəm, amma biz sizə qulaq asırıq demək olar ki, bütün qrup olaraq. Sonra virtual aləm, qlobal və yaxud dediyimiz o kiber təhlükəsizlik sahəsində hacker hücumları, dünya üzrə suvarma sistemləri, onun xüsusiyyətləri,
elektron hökumət anlayışı, elektron portal anlayışı, biometrik pasport məsələsi düşən suallar içərisindədir. İnternetin bugünü və gələcəyi ilə bağlı suallar, sonra alfa nəsli, beta nəsli, Z nəsli, bunlarla bağlı suallar düşür və onun əsirləri, xüsusiyyətləri, sonra GMO deyirlər, geni modifikasiya olunmuş, belə deyək, məhsulların insan həyatına təsiri, dünyada olan qlobal layihələr, dünyada urbanizasiya prosesi, urbanizasiya anlayışı, sonra sual düşmüşdü, Greenpeace təşkilatı və onun fəaliyyəti nədən ibarətdir? Təbii ki, ilkin mənada Greenpeace deyəndə yaşıllığa xidmətdən getdiyini görə bilərik. Sonra internet televiziyaları, müasir dünyada internet televiziyaları dünya bazarında çox aktual rol oynuyor. Kriptovalyuta məsələsi, kriptovalyuta sahəsində qabaqcıl şirkətlər, onların bazardakı mövqeyi, payı baxımından. Sonra qış olimpiyadaları, yay olimpiyadaları, onun mütəmadi keçirilməsi, ən çox nəticə qazanan dövlətlər, sonuncu qış yay olimpiyadalarının nəticələri, onun tarixi. Sonra həyatımıza çox sürətli girib və çox maraqlı məsələdir ki, dünyada başa çatıb, amma Azərbaycanda 6 ildir başa çatmayan COVID-19 infeksiyası, hansı ki, dövlət sərhədlərimizi bildiyiniz kimi suni şəkildə bağlanmasına səbəb olan və buna bəhanə verən COVID infeksiyası, qloballaşma problemi ən əsas məsələlərdən biridir. Big data anlayışı, bilirsiniz ki, big data çox böyük anlayışdır. Rəqəmsal texnologiyalar, Avropa Birliyi üzvləri və Avropa Birliyinin üzvü olmayan ölkələr, ATƏR, dediyimiz kimi BMT və s. məsələlərlə bağlı düşə bilər. Sosial media anlayışı, keçən müsabiqədə düşmüşdü, ondan qabaq da düşmüşdü sosial media anlayışı. Sonra bərpa olunan enerji mənbələri, yoldaşlar, aktual məsələdir. Bilirsiniz ki, çox diqqətli məsələdir bərpa olunan enerji mənbələri dünyanın yeni, belə deyək, gələcəyə baxış sahəsidir. Bəzən belə deyim var ki, artıq bir neçə ildən sonra neft o qədər də aktual olmayacaqdır. Qaz o qədər də, yəni bu enerji resursları o qədər də aktiv olmayacaqdır. Çünki bərpa olunan enerji mənbələri və alternativ enerji mənbələri artıq dünyada çox sürətli şəkildə öz inkişafına qədəm qoymuşdur. Demək olar ki, bu sayədə qabaqcıl ölkələr və onların tətbiq elədiyi texnologiyalarına bir baxış keçiləcək. Sonra əsas anlayışlar, bu siyasi anlayışlardır. Pluralizm nədir? Sosializm nədir? Legitimlik nədir? Qlobalizm nədir? Sentrizm nədir? Konservatizm nədir? Bunlarla bağlı terminlər düşür ki, buna da münasibət bildirəcəyik. Qlobal ekoloji problemlər çox əsas məsələdir. Dediyim kimi, sonra yaşıl enerji və onun növləri, davamlı inkişaf proqramları, sinkron mesajlaşma anlayışı nədir, onun hansı vasitələri vardır. Sonra rəqəmsal musiqi platformaları, çox maraqlı anlayışdır. Spotify, Apple Music, Tidal, YouTube, Amazon və s. kimi 2025-ci ildə dünya bazarında demək olar ki, təsəvvür edin ki, dünya bazarının 45 milyardlıq bir dövriyyəsinə məhz rəqəmsal musiqi platformaları nəzarət eləmişdir. Həmçinin COP Beynəlxalq Təşkilatı və COP29 Azərbaycanda keçirilən bu proseslər, sonra rəqəmsal detoks anlayışı nədir? Sonra rəqəmsal əkiz nə deməkdir? Çox maraqlı suallar düşür. Dördüncü nəsil, dördüncü sənaye inqilabı anlayışı nədir? Üçüncü nədir? Və ya beşinci sənaye inqilabı nələr olacaqdır? Sonra Beynəlxalq Enerji Agentliyinin hesabatları ilə bağlı sual düşür. Organik məhsullar nədir? Dipli nədir? Gemini nədir? Chatbot nədir? Yandex nədir? Sonra elektron hökumət portalına bağlı dediyim, sonra elektron demokratiya nədir? Elektron cəmiyyət nədir? Elektron parlament nədir? Sonra bank xidmətləri, sosial media trendləri, şəhər əfsanəsi anlayışı, PayPal nədir, Tesla nədir, Nvidia nədir, Netflix nədir, Morgan Stanley nədir? İnanın ki, yoldaşlar, o qədər danışılası mövzu var ki, bu mövzularla bağlı belə deyək, biz fikir, yəqin ki, toxunduğumuz bəndlərin
hərəsinə aid bir yarım səhifə, bir səhifə materialın olduğunu nəzərə alsaq, kifayət qədər informasiya eləyir. Amma mən sizə onu deyim ki, Allahın izni ilə sizlə hazırlaşacağımız bu 2 ay ərzində xüsusilə mən öz adıma deyə bilərəm ki, sizə elə informasiyalar verəcəm ki, bu informasiyalar sizin həyatınızda çox böyük rol olacaqdır. Geniş dünya görüşünə sahib olmaq, geniş fikrə malik olmaq bir insan üçün yalnız baş ucalığı ola bilər və onu olduğu ortamda həqiqətən söz sahibi eləyə bilər. Bəzən düzdür, çox bilən insanlar, çox məlumatlı insanlar çox danışmırlar, onlar adətən dinləməyi xoşlayırlar. Amma məqam gəlib onlara çatanda onlar öz fikirlərini çox mədəni şəkildə, etik qaydalar çərçivəsində çox məntiqli şəkildə ifadə edə bilirlər. Bunun da izahı nədən gedir? Niyə belə insanlara rast gəlirik? Çünki o insanlar geniş dünya görüşünə malikdir. Geniş dünya görüşünün 2 mahiyyəti var. Ya gərək həddən çox kitablar oxuyasan, buna da təbii ki, işləyən insanların vaxtı yoxdur və ya müasir problemlərin içərisində, sosial problemlərin içində bütün günü qaçan insanların belə informasiyalarla belə deyək, vaxt ayırmağa imkanı olur. Ona görə də bu yüksəliş imtahanları bizim üçün bir şansdır. Bir belə deyək, 2-ci ay ömrümüzdən alsa da, amma əldə eləyəcəyimiz məlumatlar çox böyük olacaqdır. Hətta mən deyərdim ki, içinizdə hərənin yaş qrupu var. 30 yaşlı bir insanın 30 ildə almadığı informasiyanı mən sizə götürəcəm. 40 yaşlı bir insanın 40 ildə əldə eləmədiyi informasiyanı əminəm ki, 30%-ni bilsə də bir 70%-ni mən sizə götürəcəm. Həmçinin bütün keçilən dərslərin qeydiyyatından, video rekordundan göndərəcəm ki, təbii ki, bu mövzular, bu video rekordlar təkcə bu müsabiqə üçün yox, digər müsabiqələrdə də sizə lazım olacaq. Məsələn, mən sizə nə edeyim? Xarici İşlər Nazirliyinə kimsə sənəd vermək istəsə, onun tarix və dünya görüşü bloku sırf bu mövzulardır. Dövlət qulluğu üzrə kim işləyirsə və o növbəti bir dövlət qurumlarının müsahibə mərhələsinə girəndə, onun dünya görüşü sahəsi demək ki, olar ki, bundandır. Həmçinin dövlət qulluğu üzrə fəaliyyətini davam etdirməsi imtahanları olan FEDES imtahanların dünya görüşü və tarix hissəsi demək olar ki, bu informasiyadır. Dövlət Miqrasiya Xidmətinə kim sənəd verirsə və ya gələcəkdə verəcəksə, niyə də iştirak eləməsin və eləməyəsiz. O sahədə də yenə düşən dünya görüşü sualları sırf bu suallardan ibarət olacaqdır, bu mövzulardan ibarət olacaq. Ona görə də həmçinin də kim daxili müsahibələrdə və ya ümumi müsahibələrdə iştirak edirsə, işlədiyi qurumlarda, o həmçinin hamımıza bu informasiya lazım olacaqdır. Və belə deyək, proseslərin təkcə biz onun faktına baxmayacaq açığı deyim. Mən adətən faktlara çox toxunub da onun üstə qalmağı xoşlamıram. Mənim üçün bir tarixi fakt varsa, bir hadisə varsa, bunun məntiqi nəticəsi maraqlıdır. Mən onun məntiqi nəticəsini sizlə bölüşməyə daha çox üstünlük verəcəm. Bir tarixi hadisə baş veribsə, o tarixi hadisənin təkcə özü yox, o tarixi hadisənin bizə təsirinin nədən ibarət olduğunu və bugünkü günümüzə necə təsir etdiyini, bizim həyatımızı necə dəyişdiyini sizlə müzakirə edəcəyim. Ən elementar belə deyim, bir dənə Türkmənçay müqaviləsi və Gülüstan müqaviləsi bəsdir ki, Azərbaycan tarixini 1828-ci il, 1813-cü ildən bu tərəfə davam edən son 200 illik bir dövrünə yön verib, istiqamət verib. Çünki bunun təsiri, tarixi hadisələrin mütləq təsiri vardır. Vətən müharibəsində bizim 44 gündə əldə elədiyimiz zəfərin tarixi nəticəsi təkcə bugün, son 5 il üçün deyil, bu gələcəkdə 30 illiklər, 50 illiklər, 100 illiklər üçün olan bir prosesdir. Çünki prosesin, tarixi hadisənin mütləq onun nəticəsi və təsiri analiz olunmalıdır. Biz hara gedirik? Haradan gəlmişik? Hara gedirik? Bizim qonşuluğumuzda kimlər var və biz bu tarix boyu kimlərlə qonşu olmuşuq? Bizim qonşularımız necə olubdur? Səbəblər bizi hara aparır? Bunlarla bağlı fikir mübadilə edəcəyik. Zəhmət olmasa mikrofonu bağlayın, Eşən Süleymanov. Allah balalarınızı saxlasın. Can sağlığı verin. Sonra sizlə bir sıra bayaq dediyimiz kimi anlayışlara baxacağıq. Bu anlayışların təkcə adına yox, onların tətbiq sahələrini müzakirə eləyəcəyik. Belə deyim ki,
mövzularımız çoxdur, toxunulacaq məsələlərimiz çoxdur və əldə eləyəcəyimiz informasiyalar çoxdur. Mən hər dərs, Allah qoysa, hər dərsdən sonra sizi üçün 100, 150, bəzən 200 sual göndərəcəm. Keçilən mövzuya aid və ya ümumi mövzuya aid o suallar və sualların cavabları, konkret cavabları. Sual nədir, cavabı nədir? Sual nədir, cavabı nədir? Bu şəkildə bir hardasa 4000 sual və 4000 sualın cavabı var. Bax, bunların hamısını biz mütaliə edəcəyik. Prosesi elə bir şəkildə salmalıyıq ki, bizim əldə etdiyimiz informasiya təkcə bizə yüksəliş müsabiqəsinin birinci mərhələsində yox, yüksəliş mərhələsinin digər, belə deyək, yarımfinal və final mərhələlərində belə biz üçün yararlı olsun. Bu bizim beynimizi belə deyək, informasiya insanın beynində geniş olduqda verilən suala cavab verilmək qabiliyyəti daha sürətli inkişaf edir. Sual və onun cavabı bizim belə deyək, ən çox kompüterdə belə deyək, imtahan verdiyimizə görə bu kompüter belə deyək, interfeysi var. Sistem interfeysi sayəsində o dialoqluq prinsipimizi artıracaqdır. Çünki sistemlə bizim qarşılıqlı fikir mübadiləmizdən və onun verdiyi suala daha tez bir zamanda cavab vermemiz və burada vaxt tutmağımız çox vacib məsələdir. Təsəvvür edin ki, bizə sual verilir, deyək ki, dünya görüşü və ya tarix hissəsindən. Biri var, biz o sualı bir neçə dəqiqə fikirləşib ona cavab tapmağa çalışaq. Bir də var ki, anında 10 saniyə, 15 saniyə ərzində biz avtomatik ona cavab verməyi bacaracağıq. Çünki nəyə görə? Çünki çox gözəl bilirlər artıq müsabiqənin təşkilatçıları ki, bir sıra şəxslər müəllimlərlə birlikdə imtahana girir. Bunu bilirlər. Çünki biz yüksəliş müsabiqəsinin suallarını hazırlayan əməkdaşlarla görüşdüyümüz zaman mən tam məlumatları verə bilmərəm sizə. Biz görüşdüyümüz zaman bu məsələlər haqqında çox fikir mübadiləsi aparırıq. Necə eləyək ki, nə tərəf olsun ki, sualları dərhal belə deyək, müsabiqəyə qoşulan şəxslər və ya kənardan onlara kömək edən şəxslər ChatGPT və ya digər sosial bloklar vasitəsilə tez bir zamanda əldə eləməsin. Əgər biz sualın vaxtını 1 dəqiqə vermiş olsaq, 1 dəqiqə ərzində istənilən suala bugünkü Azərbaycan gəncliyi cavab tapa bilər dərhal. Ona görə sualların ekranda qalma müddətinin endirilməsi məsələsi aktual ola bilər. Yəni, daha az vaxtda, deyək ki, 30 saniyə ərzində bir sualın tapılması zərurəti, elə sual var 45 saniyə, elə sual var həqiqətən 2 dəqiqə çəkə bilər, 1 dəqiqə çəkə bilər. Çünki sual var ki, GPT içindən çıxa bilmir. O baxımdan suallar və sualların xarakteri ilə bağlı vaxt limitinin təyin olunması məsələsi də gündəmdədir. Və bu məsələlər də inşallah o sahədə də sizə köməklik eləyəcəm. Belə deyək, Tapdıq müəllimlə biz uzun illərdir bu sahədəyik. Bizim adını bilmərəm, təəssüflər olsun ki, və xeyli sayda tələbəmiz bu müsabiqədə çox yüksək nəticələr göstəriblər, irəliləyiş əldə ediblər və biz keçdiyimiz dərsə arxayınıq, verdiyimiz informasiya arxayınıq və tam onu deyə bilərəm ki, 2 aylıq bir tədris müddətində qazanan sizlər olasınız Allahın izni ilə. Bəlkə də bir neçə həmkarla, yoldaşla biz artıq danışıq. Keçən müsabiqələrdən bəlkə də danışıq, bəlkə də digər dərslərdə mən onlara dərs demişəm. İnşallah tanış olmayan yoldaşlarla da tanış olarıq. Allahın izni ilə. Belə, əslində mən sizə bir açığı deyim ki, bugün mənə ayın 17-sinə Salamda Dünya Görüşü dərsini ilkin qaydada tərəddüd elədim. Allah hamımıza ömür versin. Bugün mənim doğum günümdür. Öz doğum günümdə sizinlə ilk tanışlıq dərsinə çıxmışıq. Dedim, mənim üçün elə bir fərqi yoxdur. Əsas odur ki, sizlərlə büyük fikir mübadiləsi aparaq, tək bir günümüzə faydamız gəlsin. Qonaqlar onsuz da gözləyə bilər, gedib çatacaq Allah qoysa. Belə yoldaşlar, sizləri yenidən bu müsabiqələrdə görməyə şadıq. İnşallah əl birliyindən, el birliyindən, güc birliyindən
informasiya, elm birliyi ilə müsabiqənin bu mərhələlərini uğurla aşacağıq. Keçib növbəti mərhələlərə uğur qazanacağıq Allah qoysa. Belə. Əlavə nə sualınız olsa, təbii ki, dediyim kimi, Tapdıq müəllimə yollayın, ya mənim nömrəmi birisi orada Dövlət Qulluğu Magistr Hazırlıq Mərkəzi kimi yazılıb, ora yaza bilərsiniz. Amma dediyim kimi, bizim yüksəliş müsabiqəsinə aid olmayan məsələlər olanda, sizdən çox-çox xahiş edirəm, mənim özümə yollayın, ya Tapdıq müəllimə yollayın. Nəyə görə? Çünki içinizdə kifayət qədər ailəli yoldaşlar var, istər xanım olsun, istər bəy. Qrupa əlavə suallar veriləndə istər-istəməz telefon daimi səs verir. Bu da narahatçılıq yarada bilər insanlarda. O da belə olan halda da kimsə özü istəməyərəkdən məcbur qrupu tərk eləmək vəziyyətində qalar. Xahiş edirəm bu prosesi də nəzərə alın. Ona görə də müsabiqədən kənarına sualınız varsa Tapdıq müəllimə yollayın. Yəqin də o da mənə yollayanda sizin o suallarınıza pərdədən nə lazımsa, necə lazımsa bütün sahələrdə mən köməklik göstərərəm. Təhsillə bağlı, Dövlət İmtahan Mərkəzi ilə bağlı, onların keçirdiyi müsabiqələrlə bağlı, nə təhsillə bağlı ümumi, nə anlayış var, mən sizə məlumat verə bilərəm. İstər ümumi təhsil, istər məktəbə qədər təhsil, istər peşə təhsili. Çünki uzun illər Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində Peşə Təhsili üzrə Dövlət Agentliyinin Sumqayıt Şəhər Sənaye Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Mərkəzinin direktor vəzifəsində işləmişəm. Ona görə təhsillə bağlı nə məsələlər varsa, istənilən sualınıza cavab verə bilərəm. O cümlədən də hal-hazırda belə deyək, adını çəkmirəm da, reklam kimi çıxmasın, Bakıda fəaliyyət göstərən böyük bir mərkəzin direktoruyam. Yəni, fəaliyyətimizin ana xətti təhsildir. Bizim bir ziyalı şəxs olaraq bu cəmiyyətə verəcəyimiz tək töhfə təhsil, yenə də təhsil. Biz təhsilli olmalıyıq, biz nizamlı olmalıyıq ki, bizim öz uşaqlarımıza və bizdən sonra gələn nəsillərə götürəcəyimiz yalnız müsbət olsun. Və yalnız bu yolla biz cəmiyyəti uğurlu bir gələcəyə doğru apara bilərik. Və bu sahədə üzərimizə düşən nə varsa, canla başla, mən sizin yolunuzda hazır. Allah hamımıza can sağlığı versin. İnşallah kimlər ki, qeydiyyatdan keçib qruplara qoşulacaqdır. İnşallah növbəti artıq dərs günündə görüşəcək. Özünüzə yaxşı baxın. Allah amanında olun. Belə. Mən də qaçım, məni gözləyənlər var. Buyurun. Nə sözünüz var? Buyurun. 5 dəqiqə ərzində yenə də suallarınızı cavablandırın. Video rekordingi qrupa atarıq. Qrupda yenə də qoşulmayan yoldaşlar inşallah qoşulmuş olar. Özünüzə yaxşı baxın. Sağ olun, sağ olun.